Hamınıza salam dostlar. Bugün sizlerle birlikte FC oynayırıq. Gördüğünüz gibi kanalım yenidir ve ben yeni YouTube'a başladım ve beləcə sıfırdan Max Gen'e doğru FC'də getməyə çalışacağıq. Eğer siz də belə videoların daha çox gəlməsini istəyirsinizsə, like atıp abone olmayı unutmayın. Gördüğünüz gibi hesabda hiçbir şey eləməmişəm. Sadece hesabı açtım. Hesabı açanda da bir klasik görevler verilir. Onun ilerinde 4 seviyem var. Yani heç nə eləməmişəm, hiçbir şey. Yani sıfırdan max genə doğru kısacası getməyə çalışacağıq və genimizi max eləməyə çalışacağıq. Siz mənim nə dediyimi başa düşdünüz. Birinci bölümdür. Daha çox indi max gen nə qədər nə vaxt olsaq o kadar gedəcək. Neyse, çok da uzatmadan aktivitelerden başlayıram. Gördüğümüz gibi burada 1, 2, 3 hələ 3-cü günlər bağlıdır. Ümid edirəm ki, bilirsiniz bu oyunu. 3-cü günlərdə görürsünüz ki, belə açılır. Sonra bu görevləri eləyirsiniz və belə ceyfərlər verirsə. Yəni bilməsəz də, yəni yəqin ki, oyunu bilirsiniz, bilməsəz niyə baxasınız? Sadəcə buradan da günlük oyunun bizə verdiyi alırıq. Sonra gedirik beləcə etkinliğe getməmişdən əvvəl burada görürsünüz görevlərdə bunları almaq lazımdır. Bunları alaq. Belə qısacası. Belə dostlar, gördüyünüz kimi burada almağa davam edirəm. Hamısını sizə göstərmək istəmirəm, belə sıxıcı bir video olsun istəmirəm. Yəni lazımsız şeyləri göstərməyəcəm çoxdur. Gördüyümüz kimi 12.000 ceyfərimiz indidən oldu. İndi buradakı bizə görev deyir. Xüzəli ceyfərimiz var. Bunu da alaq. Hələ ki heç bir ceyfərdən istifadə eləməyəcəyik. Gördüyünüz kimi bunlardan bizə bedava verəcəklər. İndi gedək 3 nədir becər oyna. Gedirik etkinliyə. Hələ görən modu açılmayıb. Günlüklər bunlar hamısı boşdur. Mən elə də yəni ana hesabımda da oynamıram. Bu hesabda oynamayacağım. Gedirik TOTS etkinliyinə. Gördüğünüz kimi hələ heç bir yəni dediyim kimi yerə girməmişəm. Bax görürsünüz indi girirəm. Beləcə buradan Premier Liga gedirik. Burada heç bir şey yoxdur. Yəni də burada oyuncular var. Bu oyuncular oyunu oynayırıq. Buradakı görevləri tamamlayıb görevləri tamamladıktan sonra bunu bizə verəcək. Yəqin ki bilirsiniz. Yəni çox da danışmayacağım və mən tez bu oyunu oynayıb yenidən geri döndüm. Bəli dostlar, gördüyünüz kimi maça başlayırıq. İndi atakdır mənim dizilişim, ona görə atak oynayacağam. Ya atak deyildi, dəqiq bilmirəm. Belə gedirik. Gördüyünüz yola elə gedək. Orada bir çalım verir aşağı, pasını ötürür. Yox, yəni top bizdə qaldı. Olisi. Zibil, çox yuxarıdan atma. Maçı rakibin en fazla 2 gol atarak kazan. Bir orta savunucuya 2 gol at, bir maç kazan. Şöyle inşallah edə bilərik. Kimdir bu? Keçmədi o liseye. Bu hesabla yəni həqiqətən də oynamaq çox çətindir. 93 gün bir hesabla 2-1 başlamaq. Al oradan Musiala. Sibil qayda pozuntusu yox da orada. Gördüyünüz gibi dostlar, bir təhər də olsa axır ki gol vurmağı bacardım. Bax belə gedirəm. 2-2 bərabərdik. Yenədən görüşəcəyik. Böyle dostlar. Udanmadım. Başka bir söhbət də heç nə. Beləcə udanmadım və neyse buradakı ödülləri alaq, oyunun başını bıraxaq. Sonra mən oynayaram. Olsa ilk gündə elə də çox şey eləməyəcəm. Sadəcə paket açacağam. Görək. Eləməyəcəm. Belə 5 səviyyədə olduq. Sibil kimi. Palmer, Safar, Bellingham alacağım ya. Yox, Bellingham. Van yaxşı. Yaxşı Bellingham idi. Bellingham alacağım yaxşı. Sən də Bellingham. Beləcə Bellingham'ı da aldıq və 3-cü gün açılmayıb. 3-cü gün sabah açılacaq. Beləcə gəlirik buradan. 300 ceyfərimizi də alırıq.
Sonra nəysə belə. Nəysə başladıq. 15650 ceyfərimiz var. Gəldi. Və dostlar beləcə takaslara girək. Burada nə var, nə yoxdur. Burada nə var, nə yoxdur. İlk günümüzdən hesabımız gülə maksimum. Necə? Qiymət çatdıra bilirik. Yaxşı ki elə bax. Götürmüşəm onu. Pumacano zəhləmidir. Pumacano'dan. Hayda. Kaş palmını götürməydim. Bak kadroya girmir. Beləcə Musiala da göndərdik. Dizilişimizi dəyişə bilərik əslində. Niyə o? Burası Saloya yox. Belə qalsa yaxşı. Musiala da bura qoyduqdan sonra burada yenidən görevlər tamamlandı. 98 gün olduğu üzrə burada verəcəm. 2000 ceyfər bax bomba kimidir. Biraz daha ceyfəri yığıb 100.000 falan eləyib ondan sonra atacağım. Ancaq bugün bu videonu paket açmadan bitirməyəcəm. Gördüyünüz kimi burada 20 dənə düz paket bizi gözləyir. Ondan əvvəl bir dənə bundan açacağım. Nə çıxdı? Heç bir şey çıxmadı. Heç bir şey. 10 puan. Sağ bək. Kadroya girəcək amma yəni lazımlı bir şey deyil. Nəysə gedirik bu 20 dənə paketi xərcləməyə. Heç bir şey çıxmır. Yenə də heç bir şey çıxmadı. Wow, day bu qədər də yox da, nə qaqa? Niyə o? Yola belə gedilmir. Eyni oyuncular nə qədər çıxar? Niyə o? Bax, niyə o lazım idi? Pis olmadı elə də. Stoper. Sonra heç nə çıxmır. Bomboş. Niyə o? Yenə də lazımsız bir oyuncu çıxdı. 111 gen bax. Elə də böyük oyuncudur. Burası kadroya girmək üçün. Bax 111 gen Marquinhos. Pis deyil. Mede o lazımsız bir oyuncu. Stoper lazımsız bir oyuncu. Ha bəsdir də nə dəqiqə. Açmağa uşaqlar davam eləyəm. Hələ ki bir şey çıxmır. Mede o bomboş. Ay olmadı. Heç çıxmadı. Heç bir şey çıxmadı. Bomboş. Yanından 20 dənə bir paketə tutullar geçsin nədir. Nəysə indi gəlir bura. Bu oyuncuları qalır nə yerləşdirmək. 115 gün sağ bek. Dayan. Bir dənə mən dizilişimi tez dəyişib gəldim. Bəli dostlar, gördüyünüz kimi elədim və ən yaxşı diziliş ilə 4-3 oldu. Oyuncularımı yerə elədim. İnternetdə nəsə oldu. Bəli, gördüyünüz kimi internet də özünə gəldi və beləcə 107 gen oldu bugün. Buradakı bax yenə də gəldi ödüllər. Onu da alım və bu günlük videonu burada bitirəcəm. Elə də uzun olmadı. Bu günlük bağışlayın. İndi yeni başlamışıq. Daha uzun. Hətta bəlkə 30-40 dəqiqəlik belə olsun. Videolar gələcək qabaqda. Beləcə sizinlə sağollaşıram. Özünüzə yaxşı baxın. Like atıb abunə olmağı unutmayın. Kanalı böyütməyə lazımdır ki, yeni videolar, daha yaxşı videolar gəlsin.